Bayram günü hamı istirahət eləyir. Sən isə işləyirsən. Hansı hüquqların olduğunu bilmək üçün videonu diqqətlə izlə. Qanunvericiliyə əsasən ictimai yaşayış sahəsində, xidmət sahəsində, ticarət sahəsində çalışanlar, eləcə də fasiləsiz istehsalat rejimində işləyənlər qeyri-iş günü hesab olunan bayram günü işə çağırıla bilərlər. Lakin bu halda istirahət gününün hər işlədiyiniz saatına görə işə götürən sizə 2 qat əmək haqqı ödəməyə məcburdur. Sizin istəyinizdən asılı olaraq ödənilən 2 qat əmək haqqının əvəzində sizə əlavə istirahət günü verilə bilər. Əgər işə götürən bu hüquqlarınızı tanımırsa, yəni sizə 2 qat əmək haqqı və yaxud əlavə istirahət günü vermirsə, bu zaman o inzibati xəta məsuliyyəti daşımaqdadır. Belə ki, vəzifəli şəxslər bu əmələ görə 700 manatdan 1500 manata qədər cərimə edilə bilərlər. Hüquqlarınız pozulduğu anda dövlət əmək müfəttişliyinə və sizə bu günə qədər ödənilməyən ödənişlərlə bağlıysa məhkəməyə müraciət edərək hüquqlarınızı bərpa edə bilərsiniz.